Leksikaya aid leksik mənniyə aid ümumi qeydlərə davam edirik. Şəkilçi hesabına yaranan antonimlər antonim sayılmır. Məsələn, yağlı, yağsız. Burada yağ hissəsi eyni sözlərdir. Bu sözü antonim edən onun şəkilçiləridir. L və s şəkilçiləri. Yəni antonimlik 3 səviyyədə, ümumiyyətlə sinonimlik, antonimlik, amonimlik 3 səviyyədə özünü göstərir. Bunlar leksik səviyyədə, sözlər səviyyəsində, şəkilçi səviyyəsində və söz birləşməsi səviyyəsində. Burada deməli şəkilçilər antonimdir. L və s şəkilçisi antonimdir deyə onlar sözə antonimlik gətirir və bunlar leksik antonim sayılmır. Təsdiq və inkar feillər antonim sayılmır. Yenə, məsələn, oxu, oxuma. Burada yenə deməli, əkslik ma inkar şəkilçisinin vasitəsilə yaranır və deməli, bu da yenə deməli, antonim sayılmayacaq. Çünki oxuma sözü başlanğıc formaya daxil deyil və biz onu qrammatik şəkilçi kimi kənarlaşdıranda artıq hər iki sözün başlanğıc forması oxu qalır, eyni söz qalır. Burada antonimlik olmur. Məcazi mənalı sözlərdə sözlərin hamısı çox mənalı sözlərdir. Bəli, əgər söz məcazi mənadadırsa, deməli artıq o çox mənalıdır. Çünki məcazilik törəmə məna kimi çox mənalıq əsasında meydana gəlir. Sonra çoxmənalı sözlərdə ilkin məna həqiqi, qalan törəmə mənalar isə məcazi olur. Məsələn, baxırıq, tutaq ki, diş sözünə. Diş, uşağın dişi. Bu ilkin bədən üzvü mənasında ilkin mənasıdır sözün. Lakin ondan törənən mişarın dişi, darağın dişi, çarxın dişi birləşmələrindəki diş sözü isə artıq törəmə mənalardır deyə onlar artıq məcazidir. Yəni ilkin məna bədən üzvü kimi həqiqi oldu diş, qalan mənaları məcazi oldu. Və amonimlərdə mənaların hamısı həqiqi olur. Çoxməna və amonim sözlər haqqında ayrı danışacağıq və burada ümumi verilən hökm odur ki, yəni çoxmənalı sözlərdə mənanın biri həqiqi, qalanı məcazi olur ya da hamısı məcazi olur. Amonimlərdə isə bütün mənalar həqiqi olur.